Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində Savxoz arasında 160 nömrəli avtobusun yolundan 10 dəqiqə piyada, asfalt yoldan da ki, bir 20 metr məsafədə 3 sotda yaşayışlı bir 4 otaqlı evin təqdimatına aparacaq değerli dostlarımız. Evimiz yaşayışlı evdir. Hal-hazırda yaşayış da var. Qazımız, işığımız, suyumuz daimidir. Gördüğünüz kimi qəşəng geniş həyəti var. Həyətində də əlavə olaraq ayaq yolsu, çəni, ağaclarımız da var. Armud ağacı, alma ağacı. Değerli dostlarımız, evimiz qəşəng böyük kvadratlı evdir. Belə balkonda bizim sanitar və sanuzel qovşağıdır. Bu hissədə bizim mətbəximizdir dostlar. Mətbəximiz çox qəşəng genişdir. Belə deyim də sizə, mətbəximizdir. Əlavə olaraq oturmaq üçün yeri də burada mövcuddur. Dörd tərəfi də nədir? Mebel qalır. Hə, mebel təbii ki qalacaq. Hə, mətbəx mebeli qalır değerli dostlarımız. Dört tərəfi də cütdaşla tikilmiş bir evdir. Girişdə belə bir koridorumuzdur. Bu koridordan sağda bir dənə yataq otağıdır. Yəni uşaq otağıdır değerli dostlarımız. Gördüyünüz gibi amma qəşəng genişdir. Burada girişdə belə bir geniş qonaq otağımızdır değerli dostlarımız. Çox qəşəng genişdir və qonaq otağından bir yataq otağı buradadır. Değerli dostlar, değerindən aşağı qiymət deyilir. Bu da ikinci yataq otağı, üçüncü yataq otağımız daha sözün doğrusu. Qiymət değerli dostlar 65.000 manata deyilir. İnşallah gəldiyinizdə real alıcı ilə danışıb razılaşma olar. Qazımız, işığımız, suyumuz, internetimiz, hər bir şeyimiz mövcuddur. Allah alanı da satanda xeyir versin. Sağ olun, var olun.